RAV4 yoxsa Jiguli? Əslində indi fikirləşirsiniz ki, bu nə danışır? Bu ümumiyyətlə nədən danışır? Mən ondan danışıram ki, bu RAV4 son model RAV4. Bir dənə zəhmət olmasa buranı göstər. Bax, buradakı olan ergonomikanı göstər. Başqa bir şeydir. Bundan öncəki RAV4-ləri mən heç bir halda bəyənmirdim. Çünki həmişə bundan öncəki deyəndə hardasa son 7 ilin modellərindən söhbət gedir. İstehsal dövrü 2018, 2019, 20, 21. Yəni içi maşının bildiyiniz Jiguli idi. Jiguli heç nə yox idi içində. Maşının içində bir dənə belə mikro dalğalı sobaya oxşayan bir dənə monitor idi. Nə idi o? Başa düşə bilmirdin ki, nədir? Bu monitora bax, o monitora bax. Buradakı olan atmosferə bax. Yəni brutallıq var, maşında xarakter var. Yəni az qalırdı ki, daha o maşına, o RAV4-lərə sadə variantı var idi deyəsən onun. Belə mexaniki şeylə idi bu şüşə açan. Qardaş, şoka düşürdün. Qiymət də neçəyə? 55 min, 59 min, 60 min. Bunu sən kimə satmaq istəyirsən? Nədir məqsədin sənin? Bu RAV4-ə bax, ona bax.